Yeni ilə özəl olaraq şokoladlı kötük tortu hazırladım. Gəlin baxaq. Qaba yumurta, şəkər tozu əlavə olunub qarışdırılır. Üzərindən qabartma, vanilin, kakao, un əlavə edib qarışdırıb soba lisinə yerləşdirib bişirilir. Kremə lazımdır. Soyuq süd, krem şanti qatlaşana qədər qarışdırıb kakao əlavə olunur. Bişən biskvitin üzərinə yağlı kağız əlavə edib rulet formasına bükülüb soymağını gözləyək. Soyan biskvitin üzərinə krem banan əlavə edib təkrar rulet forması verilir. Soyuducuda 1-2 saat gözlədilir. Üzərinə bizə lazımdır qaymaq şokolad. Təkrar mikser köməyi ilə qarışdırılır. İndi isə qozaları hazırlamağa 2 bərabər keks lazımdır bizə. Bunlar bişirilir. Qarışdırmağa görə lazımdır qatılaşdırılmış süd, qaymaq. Bunlar yoğrulur və forma verilir. Sizlər isə bu videoya baxa-baxa yaddaşa alın. Bayram öncəsi hazırlayıb süfrələrinizi bu gözəl tortla bəzəyin. İndi isə gəlin forma verək. Hazırladığımız şokoladlı kremi hər bir tərəfinə vurulur. Hazır olan qozalarla bəzədilir. Səhifəni takib etməyənlər səhifəni takib alın. Yeni videolardan sizlər də xəbərdar olmuş olun. Gəlin yorumlarda yazın görək, sizlər bayrama özəl olaraq hansı tortları hazırlayacaqsınız? Bizlərə fikir olsun. Hələlik.